Mən atamı xatırlayanda çox uzun saatlar ağlayıram. Bəlkə də o günləri keçə bilir ki, o hissiyata qapılıram və o anda qalıram. Neçə il bundan öncə dünyasını dəyişdi? 3 il, bu ayın 22-si 3 il oldu. Bu ayın. Allah rəhmət eləsin. Bəli, Allah oktyabr. qəni rəhmət eləsin. Cəmi Yuxularına ölənlərimizə. gəlirmi? Necə? Yuxularına gəlirmi? Yuxularımdan çıxmır ki atam. Bəlkə də yeganə övladıyam ki, onun hər gün yuxumda hər gün atamı görürəm. Nə deyirsən? Hər gün. Nə edirsiniz? Bax, qızlar atalarını çox istəyir. Onsuz həyat çox çətindir. Əslində qalsa gərək mən qızımla danışmasam, daha çox həssas oldum. Nə istəyirsən? Yuxuda görəndə nə edirsiniz? Qucaqlaşırsınızmı? Dərdləşirsinizmi? Yox, sadəcə olaraq o anda yuxudan ayılanda yadıma düşür ki, atamı gördüm. Bu mənim çox zəif nöqtəmdir. Çünki mənim atam həqiqətən 3 qız övladı böyüdü, bir anam. Biz evdə 4 xanım olmuşuq. Atam o qədər zəhmətkeş olub, o qədər əziyyətlər çəkib bizə görə. Mən bugünkü gündə yadıma gəlir ki, artıq böyük qız idim. Əlləri həmişə quru olurdu onun. Gəlirdi axşamlar deyir, əllərim elə sızıldayır. Baxırdım əllərinə ki, əlləri o qədər çatlayır. Onları xatırlayır. İndi elə şeylər var ki, onları xatırlayanda atamla bağlı heç özümə gələ bilmirəm. Allah qəni rəhmət eləsin. 3 il əslində qalsa az bir zaman deyil. Amma həm də çox az bir zamandır. 3 dəqiqə kimi də gələ bilər. Bəzi məsələlərdə 3 il bir igidin ömrü deyirlər. Bəzi məsələlərdə 3 dəqiqə 3 saniyə kimi bir şeydir. Bax, bu anda 3 dəqiqə kimi bir şeydir. Çünki bilmirəm efirə nə qədər hiss olunur, efirdən nə qədər hiss olunur. Buradan Gülzar Fərəcovanın hıçqırığını hiss eləyirsən, o əlinin əsməyini, bədəninin əsməyini hiss eləyirəm. Allah qəni rəhmət eləsin. Əslində qalsa bəzən elə insanları itiririk ki, deyirik ki, kəş ki, yəni o yuxudan ayılmazdım. Ki o sevdiyim insan, atam, anam, kəş ki, dayan, ağlama. Bilirsiniz, mənim hal-hazırda ən çox darıxdığım mənim uşaqlığımdır. Kaş yenə o zəhmətkeş günlərimiz olardı, o əziyyətli günlərimiz olardı, amma uşaqlığım üçün çox darıxıram. O ki, evə gəlirdim, atam, anam, bacılarım. İndi anam gilə gedəndə görürəm, evdə heç kəs yoxdur. Bir anamdır, bir bacımdır. Deyirəm, bizim ev nə vaxt belə boşaldı, nə vaxt bu qədər. Elə bir ki, atam getdi, evimiz çox boş qalıb. Allah anama dəyməsin, amma yəni atanın yerini heç kəs... Qız məni də ağladacaqsan, dayan bir. Mən, bilirsiniz, mən istəyirəm buradan kimlərə səslənim. O insanlara ki, valideynləri sağdır, ataları, anaları sağdır, amma onların qədrini bilmirlər. İnanın ki, onları itirəndən sonra o qədər axtaracaqsınız, o qədər ürəyiniz göynəyəcək, o qədər özünüzlə baş-başa qalanda ağlayacaqsınız. Ona görə ən qoca belə atanız olsa, anavız olsa onun vaxtında qədrini bilin. Çünki valideyndən ötə heç nə yoxdur həyatda. Bir dəfə biz Mürsəlin Allah rəhmət eləsin atasının danışanda biri dedi ki, mən daha doğrusu efirdə dedim, çox acıdır da, ən azından insan atası ilə bir xatirələri olanda onu xatırlayır. Gülzar çox pis ağlayır Gülzar. Bizim evdə biri vardı, biri yok. Bizim evdə
Və biri deyir ki, Mürsəl əslində qalsa, biri bir sənət adamı idi, atası olmayan. Allah onun da atasına rəhmət etsin. Dedim, Mürsəl haqqında danışdın, atasını görməyib, uşaq vaxtı atasını itirib, əslində qalsa müqayisədə o məndən xoşbəxt atası ilə bir xatirə yaşamayıb, o xatirələr də onu qəlbini acıtmır, məhv eləmir. Dedim, nə danışırsan?